Az öncə həyat yoldaşım Aniya mənə zəng eləmişdi. Dedi mənə dəfələrlə zəng gəlibdi. Məni təhdid edirlər, ölçü götürün. Bir bunu eləməmişlər, bunu da elədilər. İndi göstəriş vermişəm, araşdırırlar. Yazıq Aniya heç seçkilərdə iştirak eləməyib, nə də mənim tərəfimdə durmuyor. Seçkinin sonuna qədər elə evdə, işdə, mətbəxdə. Aniyanı təhdid eləmək nə qədər doğrudur? Güya mən bilmirəm kimlərdir. Kim olacaq? Sarkisyanın, Koçaryanın adamlarıdır da. Bilirəm kimlərdir, hamısını soxduracam içəri. Görüm kimdir axı bunlar. Bəli, istefa bazar günü verəcəm. Çünki cümə, çərşənbə, şənbə günü istefa vermək olmaz. Çox elə bilir ki, bir dəfəni istefa verib gedəm. Hara yerimə? Bəli, Putin dünən mazən gelib, bunun da açıqlamasını vermişəm. Əlbəttə, məni təbrik eləməyibdir. Belə də ki, təbrik eləyənlərim sağ olsun. Dostlar, tanışlar sağ olsun. Və mənə nəyə yığırsan? O məsəl var, deyir, at sürdüm daşdığa, nə deyim belə qardaşdığa? Biz bu qədər yaddaşdıq, bu qədər özgələşdik ki, dünyanın o başından məni yığıb təbrik eləyirlər. Hətta Maşallıoğlu məni yığıb təbrik elədi. Amma sən eləmədin. Bəlkə dədəmin də daha borcu var. Sən o vaxt seçilədir, gecə səhərəcə WhatsAppda yatmışam, sana təbrik yazırdım.